erməni qadınları Tarjestevin paraddan keçirlər. Mən buradan Paşinyana sual vermək istəyirəm. Ey Paşinyan, səndə də qadın hərbi qulluqçuları var. Azərbaycandakı kimi devlət pulu verib generallar, polkovniklər bununla kabinetlərdə cinsel agaya girirmi? Sizin erməni generallar, polkovniklər də bu erməni qadınlarını işlədirmi? Yataqlarında. Devlət pulunu verir bunlar. Ey Paşinyan, sənə sual verirəm. Səngərdə duran polkovnikin aldığı maaş fahişəxanadan tutulan, nazirliyə yerləşdirilən qadın demək mümkünsə, əxlaqsızın bir liçka da vururlar çavuşdan zaddan, Səngərdə duran hərbi isə komandirindən çox alır. Nazirlikdə oturan quş, çünki onu generallar, nazirlər, nazir mavinləri onu yatağa basır. Ey Paşinyan, siz də devlət pulunu verir, məmurlar, qadınlarla cütləşirmi? Sənin də müdafiə nazirinin 8 arvadı varmı? Bizimki kimi. Vağzal süpürgəsi boyda bığ buraxan Zakir Həsənov kimi. Ey Paşinyan, sənin də bığ buraxmaq olmaz, saxlamaq olmaz deyib, nazirin özü bığ saxlayıb, qoşunlarda hamının bığını qırtdıran nazir varmı sizdə də? Sənin də müdafiə nazirinin kanalizasiyalarından 2 meşox kanton, 4 meşox valik əskisi çıxıbmı? Ey Paşinyan, sənin də bu maxi qadınların 3 ay ərzində komandirlə yatağa girməsə işdən atılırmı? Səndə də belə sistem varmı ey Paşinyan? Bizdə erməni öldürüb deyə Arəstəyə az qalarlar milli qəhrəman verərlər. Amma erməni öldürməyib onu. 2 dənə xidmət rəisi sən mənim olmalısan deyib qısqanclıq zəminində vurub öldürübdür. İndi həmən adam nazirlikdə şöbə rəisidir. Biz də bir qadın şəhid deyib ətrafında dövrə vururuq. Ey Paşinyan, sənin də müdafiə nazirin baş qərargah rəisin 18 yaşından tutmuş 30 yaşına qədər maxiləri, gizirləri, hərbi qulluqçuları cərgə ilə düzüb qonaqlar üçün qız seçirmi? Hələ 50-50-yə təkcə nazir, müdafiə naziri Zakir Həsənov və Nəcməddin ikisi. Bu qədər qadın polkovniklər var. Niyə onlar seçməməlidir qızı? Baxış keçirməməlidir. Ona korpus komandirimi və yaxud nazir Nəcməddinlə bir yerdə mi keçirməlidir? Ey Paşinyan, ha? Bu qızlara sən də tamah salırsan ay Paşinyan, İlham Əliyev kimi. Ay Paşinyan, nazirin kimi, İlham Əliyev kimi, bizim nazir kimi, qadın hərbi qulluqçulara sən də tamah salırsanmı? Ha? Bizdə hər korpus komandiri, hər hərbi hissə komandiri ən azından 10 dənə, 5 dənə tabiçiliyində olan qızdan cütləşir. Sizdə belə şey var mı?